Rusiya ilə Qərb arasında gərginliyin artması fonunda Almaniyada mülki müdafiə mövzusu yenidən gündəmə gəlib. Almaniyanın Müdafiə Nazirliyi müdafiə sənayesinə və pilotsuz uçuş texnologiyalarına investisiyalar artırır, vətəndaşlara isə şəxsi təhlükəsizlik barədə daha çox düşünürlər. Müharibə təşvişi insanları təbii ki, fərdi bunker sahibi olmağa vadar eləyir. Bunker bumu Polşa ərazisində dron hücumlarından sonra başlayıb. Almaniya təmsilçimiz Günay Məmmədovanın elə sözü gedən sığınacaqlardan bir reportajı var. Almaniyada fərdi bunkerlərin hazırlanması və satışı yeni tendensiyaya çevrilib. Bu cür sığınacaqlar fövqəladə vəziyyət, enerji böhranı və ya hərbi risklər zamanı müvəqqəti yaşayış üçün nəzərdə tutulur. Berlində bunker istehsalı ilə məşğul olan şirkətin rəhbəri Mario Pejde deyir ki, əsl bunker bumu Polşa ərazisinə dron hücumlarından sonra başladı. Onun fikrincə, ümumiyyətlə bunkerlərə marağın artmasının əsas səbəblərindən biri Avropadakı geosiyasi gərginlik və təhlükəsizliklə bağlı qeyri-müəyyənlikdir. Bu, avtonom sığınacağın nümayiş modelidir. Polad divarlar, izolyasiya olunmuş məkan. Bunker bu mərhələdə belə görünür. Filtrasiya sistemləri, su ehtiyatları və avtonom enerji sistemi quraşdırılmamışdan əvvəl. Belə konstruksiyalar sonraki mərhələdə havalandırma, hava təmizləmə sistemi, generatorlar və ərzaq ambarları ilə təchiz olunur. Qapılar bağlandıqdan sonra təhlükəsizlik tam təmin olunur. Müasir bunker belə görsənir. Metaldandır. 4 nəfər üçün nəzərdə tutulub. İçində belə deyək, komfort olmasa da əsas olan var. Təhlükəsizlik. Berlində fərdi biznes və hərbi məqsədlər üçün qoruyucu otaq sistemləri quran müəssisə işin gözləniləndən də yaxşı getdiyini bildirir. Şirkət təxminən 20.000 avro dəyərində mobil sığınacaqlardan tutmuş 200.000 avroluq bunkerlərə kimi bir çox imkanlar təklif edir. Şirkətin texniki direktoru Mario Pejde bildirir ki, son illərdə şirkətə sadə vətəndaşlar, yanğın xidməti və yerli bələdiyyələrdən daha çox müraciət daxil olur. Bu artım COVID-19 pandemiyası zamanı başlayıb. 2022-ci ildə Rusiya-Ukrayna müharibəsi ilə yenidən güclənib. Die Hauptgründe sind vielfältig. Das ist nicht nur der Krieg. Aktiv tələb və maraq var. Bazarda isə təchizatçı çox deyil. Heç kim Avropada yenidən müharibənin başlayacağını gözləməzdi, lakin tarix təəssüf ki, təkrarlanar. Əvvəlcə sadəcə düşünməklə kifayətlənən insanlar indi öz planlarını real olaraq həyata keçirməyə başlayıblar. Belə bir aktiv tələb və maraq fonunda Berlin küçələrində də fərdi sığınacaqlara münasibət müxtəlifdir. Bəzi insanlar şəxsi bunker sahibi olmağı ciddi şəkildə düşünür. Digərləri isə bu barədə hələ qərarsızdır. Mən ümid edirəm ki, hər şey yaxşı olacaq. Fərdi bunker vacib deyil, ən yaxşısı harasa getməkdir. Məsələn, mən Qahirəyə gedərdim. İndiki vəziyyət tam təhlükəsiz deyil. Fərdi bunkerlər insanlara əlavə rahatlıq versə də, böyük təhlükə, məsələn, nüvə bombası qarşısında heç nədir. Bunkerlər barədə düşünəndə vəziyyət daha aydın görünür və bəzilərində bu təhlükəsizlikdən çox qorxu yaradır. Bunkerə ehtiyac varsa, deməli vəziyyət doğrudan da yaxşı deyil. Sosioloqların fikrincə, fərdi bunkerlərə maraq cəmiyyətin ümumi psixoloji vəziyyətini əks etdirir. Narahatlıq hissi artıq vətəndaşlara da sirayət edib. Günay Məmmədova, Azərbaycan televiziyasının Almaniya bürosu, Berlin.